Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ev usulü yumuşaq ballı tort resepti paylaşacağım. Əvvəlcədən qazanımıza 100 qram çörək yağı, 3 xörək qaşığı bal əlavə edirik. Qoyuruq sobamızın üzərinə ərisin. Artıq görürsüz, burada əriyibdir. Çöpü formasına alınıb üzərinə 2 çay qaşığı soda əlavə edirik, qarışdırırıq. Biraz çöpü formasında olandan sonra tam görürsünüz burada. Altını söndürürük, qırağa qoyuruq soyusun. Sonra bir başqa qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tuzu əlavə edirik. Çırpıcı ilə yaxşıca qarışdırırıq. Bir-birlərinə tam qatdıqdan sonra qıraqda qoyduğumuz qarışımı soyuq deyənə yavaş-yavaş üzərinə əlavə edib qarışdırırıq. İsti tökmək olmaz, yumurtaları bişirə bilərsiniz. Sonra üzərinə 3 xörək qaşığı xama əlavə edirik. Yenidən qarışdırırıq. Üzərinə 4 stəkan un əlavə edirik. Unumuzu töküb qaşıqla qarışdırırıq. Sonra elə kıvamı gətirməliyik ki, xəmir çox yumuşaq olmalıdır. Masamızın üzərinə biraz un səpib xəmirimizi ora əlavə edirik. Gördüyünüz kimi xəmir çox yumuşaqdır. Ələ yapışmasın deyənə biraz undan istifadə edəcəyik. Xəmirimizə forma verib 12 bərabər hissəyə böləcəyik. Kündələrimiz artıq hazırdır. Üzərinə streçlə örtüb soyuducuya qoyacağıq. Mən bir gün saxlatmışam xəmiri. İstəsəz siz də saxlada bilərsiniz, daha yumuşaq olsun deyə. Keçirik kremimizi hazır etmək. Kremimiz üçün 1 stəkan, bir də yarım şəkər tozu, 4 xörək qaşığı qarğıdalı nişastası, 2 ədəd yumurta, 4 stəkan süd. Bunların hər birini bir yerə töküb yaxşıca qarışdıracağıq çırpıcı vasitəsilə. Qoyuruq qazın üzərinə pişməsi üçün qarışdıracağıq dayanmadan ki, dibi tutmasın. Artıq görürsüz, hazırdır. Çox qatı da eləməyin ki, daş kimi olmasın kremimiz. Qırağa qoyduqda üzərinə 100 qram çörək yağı əlavə edib, bir paketdə vanil əlavə edəcəyik. Bir yerdə bunları da qarışdırıb, yaxşıca qarışdırıb qırağa qoyuruq, qapağını da örtürük ki, üzəri qaysaq bağlamasın. Keçirik artıq tortumuzu bişirməyə. Mənə belə rahatdır deyənə sobanın qabının arxa hissəsinə un səpib onun üzərində açıram.
Artıq burada açdım. Tez-tez sobamıza qoyub bişiririk. Sonra keçirik tortumuzu yığmağa. Altına kremdən də vururuq ki, daha yumuşaq olsun. Mən bir gün də artıq eləmişəm ki, üstü üçün ovub üzərinə səpməyə. Biraz həmin üst hissəsini daha çox quruduruq ki, əlimizdən yaxşı ov olsun ki, üzərinə səpə bilək. Gördüyünüz kimi üst hissəsinə də bol krem töküb qıraqlarına da yayırıq. Nə qədər çox saxlasanız soyuducuda, o qədər çox yumşaq və daha gözəl olacaq. İndi üzərini də əlimlə ovub gördüyünüz kimi üzərini səpirəm. Artıq bizim ballı tortumuz hazırdır. Yumuşaq, çox gözəl. Belə videoların davamlı gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi və zəng işarəsini açmağı unutmayın. Kanalıma abunə olan, zəng işarəsini açan, videolarımı bəyənən hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Burada mən sizə bölüb qatlarını da göstərəcəyəm. Gördüyünüz kimi çox gözəl alınıbdır. Yumuşaq. Hələlik.